Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Narsist kişilərlə evli olan xanımların narsistin ağırlıq dərəcəsinə görə testlərini necə aparmaq olar? Yəni, necə bilmək olar ki, narsistlə o xanımların münasibəti hansı yerdədir, hansı dərəcədədir? O cümlədən narsistin deyək ki, zorakılıq dərəcəsi nə qədərdir? Bunu xəyali canlandırma testi ilə yoxlamaq olur. Məsəl üçün, deyək ki, iki xanımdır və ikisi də narsistik münasibətdən əziyyət çəkir. Birinci tip xanıma deyirsən ki, məsələn, öz həyat yoldaşını necə təsəvvür eləyərdin? Necə istəyərdin ki, o olsun? Məsələn, adətən bu tipdən bir cavab gəlir. İstəyərdim ki, uşaqlara qarşı biraz kobud davranmasın, yəni onların qayğısına qalsın, mənə daha çox diqqət yetirsin, axır zamanlar diqqət yetirmir və yaxud da istərdim ki, məni çox kontrol eləməsin, ora getmə, bura getmə, daha çox güvənsin, mənə qarşı qayğıkeş olsun, birlikdə nələrsə bir şeyi eləyək. Burada məsələ o yerdədir ki, narsist kişiyə qarşı hələ ümidlər var. Yəni, o insan narsist kişi ilə ona görə birlikdədir ki, yəni o qadın, onun özünə yox, onun potensialına aşiqdir. Çünki ümid eləyir ki, haçansa bir gün o düzələcək, o yaxşı olacaq, münasibətin başlanğıcında olduğu kimi olacaq. Axı, başlanğıcda narsistlər çox romantik olurlar, insanlara qarşı çox yaxşı davranırlar, xüsusilə xanımlara qarşı. O ümid eləyir ki, günlərin bir günü 360 dərəcədə bu narsist dəyişəcək və tamamilə ondan bir mələk olacaq. Belə bir durumda həmin xanım bir illüziya içərisində yaşayır. Və bu illüziya da cəlbedicidir. Adətən narsistlərdə durum belədir də, çox vaxt pis davranırlar, nadir hallarda yaxşı davranırlar. Elə olanda artıq insanda, o qadında belə bir inanc formalaşmağa başlayır ki, demək ki, nədir? Əziyyət çəkərsək alınırmış. Demək ki, biraz da səbr eləmək lazımıymış. Demək ki, bu bir dəfə düzələbsə, sonra daha çox düzələ bilər və nəhayətində ömürlük düzələ bilər. Yəni, əslində onu saxlayan nədir? O, necə deyirlər, xırda xoş davranış mükafatıdır. Və bu xanımlar illüziyanı tərk eləmək istəmirlər. Çünki illüziyanı tərk eləmək öz xoşbəxtçiliklərindən vazgeçmə anlamına gəlir. Ona görə belə insanlara psixoterapevt köməyi lazımdır ki, onları o illüziyanın içərisindən söküb çıxarsın. İndi ikinci bir tip xanım, hansı ki, narsistik münasibətdən əziyyət çəkib, ondan soruşanda ki, necə istəyirsən ki, yoldaşın olsun, o artıq deyir ki, heç ümumiyyətlə, mən onu heç bir şəkildə xəyal eləmirəm, onun haqqında söhbət eləmək istəmirəm, ondan zəhləm gedir, ondan nifrət edirəm, ümumiyyətlə, mən onunla ümumiyyətlə heç gələcəyimi görmürəm. Amma burada durum bir qədər ciddidir. Adətən, xanım fərqinə varanda ki, narsistlə heç bir gələcəyi yoxdur, bir dəfəlik münasibəti neyinir, kəsir və ayrılır. Lakin burada həm belə fikirləşir, xəyalında heç təsəvvür edə bilmir, həm də ayrıla bilmir. Yəni, burada artıq digər məsələlər var işin içərisində. Maddi asıllıq, şiddətə meyillilik, fiziki şiddətə meyilliliyi narsistin, fiziki şiddətdən söhbət gedir, psixoloji şiddətdən söhbət getmir. Yəni, onun intiqamcı tutumu, təhdidləri, o cümlədən də həmin xanımın gedəsi yerinin olmaması. Belə bir durumda həm psixoterapevt köməyi lazımdır, həm də eyni zamanda hüquq mühafizə orqanlarının dəstəyi lazımdır. Və mənim təsis etdiyim The Dark NLP Akademi və onun komandası bu tip təhlükəli insanlar, deyək ki, narsistlər, psixopatlar, paranoid pozuntular, duyğusal olaraq qeyri-stabil insanlara qarşı necə tutum sərgiləmək, necə onları manipulə eləmək, yeri gələndə əhəlləşdirmək, necə onları yönləndirmək, o cümlədən onlardan qaçış planının hazırlanması sisteminə baxır və Azərbaycanda yeganə mərkəzdir ki, real bilikləri, bacarıqları, strategiyaları qurbanlara, yəni kim ki, o cür münasibətlərdən əziyyət çəkir, onlara öyrədir.
Diqqətinizə görə minnətdaram. Sağ olun.